Bu videomuzda artıq biz əvvəlki dərslərimizdən öyrəndiklərimizdən fərqli olaraq HTML tərəfindən bir növ JavaScript tərəfindən müraciət haqqında danışacağıq. Yəni biz bundan əvvəlki dərsimizdə nə etmişdik? Bir atributlara, bir taglərə müraciət eləmişdik və onun içərisində hər hansısa bir dəyişiklik eləmişdik. Bundan sonra bu mövzuda öyrənəcəyimiz məsələ nə olmalıdır artıq? Burada hansısa bir tapşırıq sayəsində o işi görmək. Yəni yazdığımız kodlar nə vaxt işləyirdi? Səhifə açıldığı zaman. Biz bunu istəmirik. Biz deyirik ki, məsələn, bir düyməyə klik elədiyi zaman bir funksiya işlədək. Məsələn, hazır funksiyalardan birini istifadə edə bilərik və yaxud da özümüz yaratdığımız bir funksiyanı istifadə etməliyik. Bunlara JavaScript-də və başqa bütün proqramlaşma dillərində eventlar və yaxud da event listenerlar deyirlər. Yəni nə deməkdir? Bir tapşırıq yerinə yetirmiş olursunuz və bu tapşırıq həmin vaxtda, yəni istədiyiniz zamanda icra olunmuş olur. Məsələn, bir düyməmiz olmuş olsa və buna button yazarıq içərisinə də bu şəkildə bir düymə formalaşdırdıq. Və biz istəyirik ki, bu düyməyə klik elədiyi zaman, məsələn, alert deyə bir pəncərəmiz var idi. O alert pəncərəsini görək. Bunun üçün bizim əslində 3 variantımız mövcuddur. Birinci variantımız elə bunu HTML kodunun içərisində formalaşdırmaq. Məsələn, onClick bərabərdir alert deyə bir funksiya yazırıq və içərisinə əla yazaq. Və gəlib düyməyə klik edirik. Artıq əla sözünün burada olduğunu görürük. Təbii ki, bu metod bizə çox da yararlı deyil. Niyə? Çünki biz uzun-uzun JavaScript kodla yazacaq, öz yaratdığımız bir funksiyalar olacaq və uzun-uzun kodlar olacaq içərisində və təbii olaraq bu üsul çox da əlverişli olmuş olmayacaq. Düzdür, istifadə olunur, funksiyamızın adını yazıb burada çağıra bilərik rahatlıqla. Amma bundan daha yaxşı metodlarımız da var təbii ki. Bundan keçməmişdən əvvəl bir functionımızı burada da yaradaq. Bir function deklar eləyək, tutaq ki, funksiya adına və parametr almasın bizdən. Və burada nə edək? Tutaq ki, deyək, bizim üçün tutaq ki, belə eləyək, alert versin elə, funksiyanı çağıraq alert versin məsələn və burada həmin funksiyamıza çağıra bilərik. Tutaq ki, belə eləyək hətta, butonu 1 deyək, birini də kopyalayaq, butonu 2 deyək, içərisinə parametr göndərirəm funksiyanın və gəlirəm burada x-la, məsələn, o parametri götürüb alertə verirəm, baxaq. Bu butona klik edədiyimiz zaman butonu 1 alert edir, bu butona klik edədiyimiz zaman isə butonu 2 alert eləmiş oldu. Yəni, bu şəkildə parametr bir və ya bir neçə parametr göndərə bilərik. Bunları onsuz da bilirik. Funksiyanın içərisində parametr göndərmə metodudur. Ona görə də çox da danışmıram bu mövzuda. Amma dediyim kimi, biraz kirli kod, eyni CSS-i niyə burada yazmırdıqsa, JavaScript-də də eyni mənada burada yazmağın əvəzinə biz ikinci üsulumuzdan istifadə edə bilərik. İkinci üsulumuz nədir? HTML elementinə müraciət forması haqqında danışmışdıq. Məsələn, deyək bir constant variable'ımız olsun. Məsələn, buna düymə deyək. Bərabərdir document nöqtə query selector button deyək. Buttonumuza müraciət elədik. Daha sonra deyək ki, bu düyməyə nöqtə onClick zamanı bərabərdir bir funksiyamız olsun. Function yazaq. Buradan bunu boşaldaq içərisində və bizə alert verməsini istəyək. Alert eləsin bizim üçün. Baxırıq. Gördüyümüz kimi yenə də eyni qaydada bizim üçün alert vermiş oldu. Bu şəkildə də biz istifadə edə bilərik. Bundan başqa bu metod bizə həmişə yararlıdırmı? Bunun haqqında danışaq. Bu metod əgər biz bir düyməmizə və yaxud da bir başqa bir elementimizə hansısa bir tapşırıq verəcəksə, məsələn, klik eləyəndə, mouse üzərinə gətirəndə və yaxud da başqa tipli bir tapşırıq verəcəksə, o zaman bizim üçün əlverişli olur. Amma biz məsələn belə bir şey eləmək istəsək, hətta bunun başqa bir yazılış formasını öyrənək, bu funksiyaya bir ad verib onu çağırmaq haqqında danışaq. Məsələn, bizim bu funksiyamız burada olmasın, ayrı bir function şəklində olsun və bunun funksiya bir adı olsun və burada biz funksiya yazaraq onu çağıraq. Biz demişdik ki, functionlarımızı belə yazıb çağırmalıyıq normalda, amma bunu yazdığımız zaman o funksiyanı çağırmaq, invoke eləmək demək olur. Yəni bu mötərizəni yazmaq, onu invoke eləməkdir. Yəni save elədiyimiz zaman burada artıq onun kodun işlədiyini görürük. Ona görə də burada mötərizə istifadə eləməyəcəyik artıq. Baxırıq, düyməyə klik edirəm və alerti verir. Məsələn, istəyirəm ki, düyməyə klik edəndə 2 dənə fərqli funksiyam yerinə yetirilsin. Məsələn, bir funksiya yerinə yetiriləcək. Tutaq ki, bir də functionum var. Bu da func1. Tutaq ki, və bunun nəticəsində isə başqa bir iş görəcəm. İkisini də eləmək istəyirəmsə, bu şəkildə yaza bilmərəm artıq. Çünki birbaşa atribut olaraq mənimsədilir. Yəni, bir öncəki dərslərimizdə öyrəndiyimiz atributlar məntiqidən yola çıxılır burada və gedib onClick atributuna nəsə bir, belə deyək, functionımızın adını mənimsətmiş oluruq. Ona görə də bu metodda bir neçə function yaratmaq olmadığına görə adətən bu da çox da istifadə olunmur. Üçüncü, ən əsas mövzumuz və əsas çox istifadə edəcəyimiz məsələmiz isə necədir? Add event listener edirik. Add event listener vasitəsilə 2 parametr daxil edirik. İkinci parametrimiz təbii olaraq functionımızdır. İçərisinə isə bir iş görəcəyik. Birinci parametrimiz isə hansı zaman? Yəni, məsələn, klik etdiyimiz zaman bunun icra olunmağını istəyiriksə, bu şəkildə yaza bilərik. Bir saniyə.
add event listener düymeye add event listener edirəm. Klik edədiyim zaman funksiyonun yerinə yetirilməyini istəyirəm və funksiyonun içərisində alert olsun. Heç bir şey yazmamışıq, ona görə baş vermədi. Klik edirik, gördüyümüz kimi alert pəncərəsini burada görürük. Və bunun digərindən üstünlüyü nədir? Məsələn, siz burada belə bir şey eləyə bilərsiniz. Add event listenerlərdiniz, içərisində alert 1 yazdınız, burada da 2 yazdınız. Yəni klik eləyəndə həm bu olsun, həm bu olsun istəyirsiniz. Düyməyə klik edirəm, alert 1, bir də baxırıq alert 2. Artıq 2 funksiyanı əlavə eləyə bilirik. Və yaxud da deyirik ki, mouse overində digərini eləsin. Klik eləyəndə 1, üzərinə gətirəndə 2. Baxın, indi mən mouse üzərinə gətirirəm, artıq 2 işləmiş olur. Buna OK deyək. Buna OK nə qədər desək də bizdə belə olacaq. Enter vuraq. Bir də üzərinə klik eləyək 1. Gördüyümüz kimi bu şəkildə işimizi rahatlaşdıra bilirik. Yəni, ən əsas üsulumuz bu olmuş olacaq. Təbii ki, burada da funksiyonu burada yox. Funka ilə burada yarada və daha sonra function funka olaraq funksiyonumuzu deklar edib istifadə edə bilərik. Tamam. Bir də biz hələ ki ancaq klik haqqında danışdıq. Təbii ki, ancaq klik işi görməyəcək. Yəni biz bunun üzərinə klik elədik, baş verdi bu. Başqa nə işlər görə bilərik? Ümumiyyətlə ağlınıza gələsi istənilən bir vəziyyət üçün bir eventimiz mövcuddur. Yəni məsələn Windows'un açıldığı zaman, yəni səhifə açıldığı zaman və yaxud da resize olunduğu zaman səhifəmizi, yəni böyüyüb balacalaşdırdığı zaman və yaxud da səhifəmizdə scrollun baş verdiyi zaman, yəni bunun kimi halların hər birindən biz bir event çağıra bilərik. Mouse üzərinə gətirəndə, mouse üzərindən çəkəndə, yəni bunun kimi çox iş görə bilərik. Məsələn, deyək ki, button'ın bu şəkildə yazaq və function silək buradan. Burada deyək ki, mouse'u üzərinə gətirdiyi zaman, yəni mouse overində neynəsin? Bir functionumuz olsun və function içərisində deyək ki, this nə iş görür? This dediyimiz zaman biz həmin elementimizin özünə müraciət etmiş oluruq. Və deyirik ki, this.style background color bərabərdir red. Baxırıq, mouse üzərinə gətiririk, qırmızı olur. Amma mouse üzərinə çəkəndə qayıtmır geriyə. Yəni CSS-də olduğu kimi deyil. Çünki bu kod getdi, HTML əlavə olundu, CSS kod olaraq, style olaraq burada əlavə olundu və mouse üzərinə çəkəndə bir şey demədik biz buna və burada deyə bilərik ki, məsələn, mouse out'unda olsun black tutaq ki və yaxud da green olsun. Gəlirik bura, mouse üzərinə gətirəndə belə, üzərinə çəkəndə belə. Bu şəkildə bir iş görə bilərik. Və yaxud da background color'unu silərik, bu şəkildə də bir iş görə bilərik. Belə rahatlıqla işlərimizi JavaScript üzərindən də istifadə edə bilərik. Bunun düzdür, CSS-də yazaq daha yaxşıdır, amma təbii ki, kodlarımız həmişə belə olmur. Məsələn, CSS-də belə bir şey eləyə bilmirik. Normalda o rəng olsun, yəni belə olsun. Mouse üzərinə gətirəndə qırmızı olsun, çəkəndə təzədən yaşlı olsun. Yəni, bu şəkildə bir işi CSS-də normal olaraq görə bilmirik, amma burada artıq edə bilirik. Yəni, bu lazım olduğu zaman JavaScript-də normalda bir rəng vermək istədiyimiz zaman isə CSS-də edirik. Yəni, əslində CSS-lə eləməyimiz, belə deyək, daha məqsədə uyğundur bəzi şeyləri. Ora uyğun olaraq optimallaşdırma məsələlərdir. Bunları yavaş-yavaş özünüz tutmuş olacaqsınız. Yəni, bu CSS-lə daha rahat mümkündürsə, niyə də gəlib JavaScript-lə yazacaqsınız? Çünki proqramlaşma dilindən niyə də istifadə edəsiniz? Ona görə də bəzi şeyləri, hər şeyi, yəni daha doğrusu JavaScript-də daşımağa çalışmayaq. Bura haqqında da bu qədər. Bundan əlavə this-i tanıdıq. Yəni, diz vasitəsilə nə edik? Elementimizin özünə müraciət edik. Bəs başqa nə iş görə bilirik? Bu dizdən başqa ikinci bir şey gəlirmi? Bəli, gəlir. Bu da eventdir. Yəni, bizim əlavə elədiyimiz, belə deyək, parametrləri yox, function içərisində özümüz göndərdiyimiz parametrləri yox, avtomatik olaraq göndərilən ikinci parametr haqqında danışaq. Bunu buradan bu şəkildə qaytaraq. Buradan klik eləyək, daha rahat olsun. Və burada console.log hələ ki bir dizi yazaq görək nə baş verir. Gəlirik bura, çağırırıq və button'ın özünün, yəni bunun özünün konsola verildiyini görürük. Bir də event avtomatik olaraq gəlir və eventdan da necə istifadə edə bilirik. Klik edirik üstlərinə, gördüyünüz kimi pointer event deyə bir şey gəldi. Nə deməkdir bu? Siz mouse üzərinə klik elədiyiniz zaman çoxlu funksiyalar buraya gəlmiş olur. Daha doğrusu parametrlər. Yəni client X, client Y. Sən mouse-la bunun hansı hissəsinə klik elədin? Yəni hal-hazırda mouse-un ekranın hansı tərəfindədir? Alt belə deyək, klaviaturadakı alt düyməsi basılı idimi, shift düyməsi, kontrol düyməsi basılı idimi, nə bilim bunun kimi layer X, layer Y, move X, move element X, nə bilim nə bu kimi gördüyünüz kimi çoxlu parametrlər buraya daxil olmuş olur. Screen X var məsələn, bir də X var. Bunlar arasındakı fərq nədir məsələn? Biri ekranın, daha doğrusu birbaşa pəncərəmizin ən solundan hesablamağa başlayır, biri isə elementimizin özündən hesablamağa başlayır və yaxud da pəncərəmizin içərisində client X, client Y var. Yəni bunun kimi fərqli propertilər gəlmiş olur. Yəni bunlar da yavaş-yavaş tədricən istifadə eləyə öyrənmiş olacaqsınız. Məsələn, nə iş görə bilərik burada? Tutaq ki, bizim paragrafımız olsun 3 dənə alt-alta.
üzərinə klik etdiyimiz zaman, daha doğrusu bir ulli düzəldək. Onun üzərinə klik etdiyimiz zaman açılıb bağlama məsələsi haqqında danışaq. Tutaq ki, bizim bir dənə ulumuz var. Bu ulların içərisində lilərimiz mövcuddur. Yəni, bu lilərin içərisində belə bir iş görək. İçərisinə bir mətn yazaq. Tutaq ki, lorem deyə bir mətni yapışdırırıq bura. Baxırıq buradan, ekranımızı normal ölçülərə qaytaraq. Bu şəkildə bir mətn düzüldü. Və bu lidən bir neçə dənədir. Bu şəkildə bunu yapışdıraq alt-alta. Belə bir dizayn aldıq. Keçək bir dizayn verək. Əvvəlcə bir ulumuzun list stylını nan eləyək. Nöqtələri yoxa çıxaraq oradan. Daha sonra onun paddingini yığışdıraq. Ehtiyac yoxdur buradan qıraqdan padding verməyinə. Daha sonra ulun içindəki lilərimizə padding verək biraz. Bir 5 pikseli, 8 pikseli bir padding verək. Background color verək. Silver tutaq ki. Daha sonra neynəyək? Bir border verək. 1 piksel olsun, solid olsun və məsələn DS333 olsun. Baxırıq, bu şəkildə bir dizayn aldıq. Paddingimizi 8 piksel eləyək. Nəzərə alınsın. Belə, biraz da margin bottom verək. Bir 10 piksel. Bu şəkildə bir dizayn alaq. Elementlərimizin normalda heyti tutaq ki, olsun. Heytlər mənimsədə elementlərimizə. Heytlər olsun, tutaq ki, 150 piksel. 150 piksel çox oldu. Biraz balacalaşdıraq. 100 piksel necə olar? 100 piksel necə olar? Belə bir şey. Okay. Elementlərimizə 100 pikseli bir heyt veririk. İstəyirik ki, bu elementlərin üzərine klik edədiyimiz zaman bunlar nə baş versin? Bunlar gəlsin, məsələn, heyt olsun 0 piksel. Belə balaca bir şey olsun və içindəki yazı görünməsin. Birincisi, balacalaşanda görünməsin deyə overflow hidden mənimsədəcəyik ki, elementimiz qırağa çıxmasın. CSS-dən öyrəndiyimiz bir property. Və bura bir 10 piksel verək, bu şəkildə görünsün. 15 versək necə olar? Tamam, bir 12 piksel tam olaraq belə bir ölçü alaq. Bunlar qalsın belə. Və gələk bura. Deyək ki, let olsun, bir constant olsun, fərq yoxdur. Bir constant list item yaradaq. Və deyək ki, bu list item bərabər olsun. Document nöqtə query selector all vasitəsilə müraciət edək bizim lilərimizə. Və daha sonra bir for each vasitəsilə list itemin içərisində dövr eləyək və elementlərimizin hər birinə add event listener vasitəsilə bir metod mənimsədək. Deyək ki, add event listener nə zaman klik elədiyimiz zaman vergül bir functionımız var. Və bu functionın içərisində deyək, hələ ki console.log elə bizim üçün this parametrini. Və burada bunların qarşısında bir mötərizə, 2 mötərizə, 3 mötərizə, 4 mötərizə əlavə edək. Baxırıq, gördüyümüz kimi bu şəkildə. Gəlirik bura. Konsola nə eləmişik? Diz versin demişik. Birinciyə klik edirik, liyə baxırıq, gördüyümüz kimi 1-dir. Bağlayaq bunu. Məsələn, 3-cüyə klik edək, baxırıq, gördüyümüz kimi 3-dür. Yəni, hər birinə bir event əlavə eləmiş olduq. Və klik edədiyimiz zaman deyək ki, bu elementimə style nöqtə height bərabərdir 100 piksel olsun. Bunu təbii ki, dırnaqda yazırıq. Bu şəkildə bir JavaScript kod yazdıq. Gəlirik bura. Elementin üzərinə klik edirəm, açıldı. Klik edirəm, açıldı. Klik edirəm, açıldı. Klik edirəm, açıldı. Bu şəkildə bir event mənimsətdik. Tutaq ki, gələ buradan CSS-dən buna bir transition 1 saniyə mənimsədək. Belə olsun. Və burada bir refresh eləyək. Oldu belə. Hansının üzərinə klik eləsəm, bu şəkildə açılmış oldu. Və istəyirəm ki, bir də klik eləyəndə bağlansın. Onun üçün, məsələn, gələk bir klass yaratsa daha məqsədə uyğun olar, amma belə bir şey də eləyə bilərik. Console.log eləyək. Diz.style.height hələ ki, əvvəlcədən. Bunun üzərinə klik eləyirəm, gördüyünüz kimi boş gəldi. Deyək ki, amma bir də klik eləsəm, 100 piksel gəldi. Deyək ki, əgər bu parametrim mənim bərabərdirsə, dırnaqda 100 pikselə tutaq ki, neynəsin? Bir iş görsün. Burada da belə. Bunu da götürək, yapışdıraq bura. Elədirsə, neçə piksel olsun? 12 piksel. 12 piksel. Əks halda 100 piksel. Baxaq, üzərinə klik edirik, açılır, üzərinə klik edirik, bağlanır. Bu şəkildə elementlərimizi açıb bağlaya bilirik və JavaScript vasitəsilə artıq yavaş-yavaş HTML-də maraqlı işlərimizi görə bilərik. Və yaxud da klik vasitəsilə bir form formalaşdıraq. Yuxarı bir input əlavə eləyək. Type text olsun, placeholder'ına item text yazaq.
Bir də button əlavə eləyək və add düyməsi düzəldək. Bu şəkildə siz də sadə bir dizayn verək. Inputlarımızın paddingləri 8 piksel, vizləri tutaq ki olsun 50%. Bu şəkildə bir şey düzəltdik və bunu yanındakı buttonumuza da padding 8 piksel bu şəkildə bir button da düzəldək. Vizimizi biraz artıraq, bir 70 piksel. Belə bir form düzəldək. Və keçək JavaScript-də. Buttonumuza müraciət eləyək. Constant buttonu bərabərdir. Document nöqtə query selector vasitəsilə butonumuzu mənimsədək bura. Daha sonra bir constant daha yaradaq. Input deyək buna. Belə yazaq. Bərabərdir. Document nöqtə query selector vasitəsilə inputumuza müraciət eləyək. Və bu qalsın yuxarıda. Deyək ki, butonumuza nöqtə add event listener nə zaman klik etdiyimiz zaman vergül bir functionumuz olacaq. Və functionun içərisində deyək ki, butona klik edimsə, o zaman bir də ulumuza müraciət eləyərdik. Query selector ul deyək. Buna da list deyək. Tutaq ki, klik etdiyim zaman həmin o listə nöqtə inner HTML-nə plus bərabər edək. Yeni bir li. Bu şəkildə dırnaq açaq. İçərisinə lilərimizi yazaq. Li. Baxın, bu dırnaq belə deyək, tərs dırnaqdır. Və bu tərs dırnaq nə zaman istifadə olunur? Bu tərs dırnaq o zaman istifadə olunur ki, siz bir HTML mətninin içərisində və yaxud da bir adi tekstin içərisində bir variable istifadə etmək istəyirsiniz. Dollar, fiqur mötərizə yazaraq artıq o variabledan istifadə edə bilərsiniz. Çünki siz burada tutaq ki, yuxarıda yaradılmış bir A dəyişənimiz olsaydı, const A bərabərdir 5. Siz gəlib burada normalda bura bir A yazmış olsaydınız, bu A variable yox, string olaraq tanınırdı. Amma bu şəkildə dollar fiqur mötərizə yazası olsaq, A-nı buraya yazası olsaq, artıq nə olacaq? Bir ədəd olaraq tanınacaq. Bunu niyə elədik? Çünki biz inputun valuesunu buraya yazacaq. Hansı inputun? Input'ının nöqtə valuesunu. Bu şəkildə yazırıq və gəlirik bura. İçərisinə bir mətn daxil edirik. Lorem, ipmus, nə bilim, nəsə belə bir mətn əlavə edirik və düyməyə klik edirik. Gördüyünüz kimi buraya li olaraq əlavə olunmuş oldu. Hətta burada qarşısında belə bir şey deyək. Deyək ki, əvvəlcədən yazsın dollar fiqur mötərizə açaq yenə və burada yazaq ki, list item'ın nöqtə length-i sonra bir mötərizə bağlayaq və bu şəkildə yazaq. Baxaq, klik edirik. Buraya yazır 4, inputun valuesunu boş qoyduq çünki. İçərisinə bir mətn yazdıq, klik edirik 4. Və bir də bunu bir vahid artırsaq, avtomatik olaraq buraya yazdığımız məlumat bu şəkildə düşəcək. Yeni birini daxil etsək, yenə də 5 olaraq düşəcək. Niyə? Çünki səhifə açıldığı zaman əlavə olunub bu. Deməli, biz nə etməliyik? Birbaşa bu şəkildə yazmalıyıq. Yenidən lilərimizə müraciət eləyək. Çünki sonradan əlavə olunan elementi görməyəcək bu. Limizə müraciət eləyək, onun lensini tapaq, üstünə gələk 1-i. Və daha sonra bunu əlavə eləyəndən sonra yeni bir sətr olaraq da qeyd eləyək ki, inputun valuesunu bərabər eləsin boşluğa. Baxırıq. Bu şəkildə məlumatı yazıram, düyməyə klik edirəm, 5-ci məlumat olaraq əlavə eləyir. Bir də yazıram, yeni bir məlumat, klik edirəm, 6-cı olaraq da bunu əlavə eləyir. Amma bunların üzərində klik məsələləri işləmir. Niyə? Çünki biz bu elementləri əlavə edəndən sonra bu for each yenidən işləmədi. Ona görə də siz bunu normalda inner text olaraq yox, bir node olaraq istifadə edəcəyik, yeni bir node olaraq əlavə edəcəyik, yəni bir HTML element olaraq əlavə edəcəyik ya da bu metodumuzu yenidən çağıracaq.